Əminəm ki, dünənki bu sevgililər günündən sonra ətrafınızda nə qədər paxıl insan olduğunu öyrəndiniz. Mən öyrəndim. Yəqin ki, siz də öyrənmisiniz. Deyəcəksiniz, necə Asiya xanım? Əmin olun ki, yoldaşınız sizə bir gül alıbsa, bir duxu alıbsa, nə bilim, bir tort belə alıb gətiribsə, o tortu paylaşıbsınızsa, altına şirin ağızla yeyəsən, nə bilim, can sağlığı ilə işlədəsən, xeyirli olsun sözü yazmayan insanlar, sizi daim seviləsiniz, daim xoşbəxt olasınız sözü yazmayan insanlar, sizi gözü götürməyən insanlardır. Valla mənim kontaktımda deyəsən elə 98% məni gözü götürməyənlər imiş. Deməli, gör mən nə qədər ətrafımda qarnı qurtdular bəsləyirəmmiş. Nə bilim, valla, bu xanımların qarnının qurtu nə vaxt qutaracaq, nə vaxt bitəcək, bir onu bilmirəm. Bir onu bilmirəm ki, bəlkə də dünyanın sonu gəlsə, qadınların da qarnının qurtu qutarar. Amma ki, məncə bu qədər pakıl olmayın. İnanın ki, siz pakılsınız deyənə Allah Taala da sizə heç nəyi vermir. Əksinə siz insanların yaxşı günündə sevinməyi, pis günündə üzülməyi bacarsanız, Allah Taala da sizi mükafatlandıracaq. 100% mən buna əminəm. Və bu arada səhifəmi izləsəniz şad olaram. Instagram hesabımızın storiesi boldur. Hələlik.